Sevgili buğalar ve yükselen buğalar, 5-11 yanvar həftəsində nələr yaşaya biləcəklərinizə dair astroloji öngörüləri mən sizə bu videoda təqdim edirəm. İlk öncə onu demək istəyirəm ki, 5-11 yanvar həftəsində göy üzündə Günəş, Venera, Mars və artıq yavaş-yavaş da Merkuri Oğlaq bürcünə qovuşma açısı gerçəkləşdirəcəyi üçün 5-11 yanvar həftəsində Günəş bürcü buğa və yüksələn bürcü buğa olanların gündəmlərində universitet, akademik təhsil, magistratura, doktorantura, xarici ölkələr, xarici ölkəyə səyahət, viza, pasport, məhkəmə və hüquqla əlaqəli işləriniz 5-11 yanvar həftəsində sizin gündəminizdə yer ala bilər. Təhsil həyatınıza daha çox zaman və əmək sərf edə bilərsiniz. Hüquq, məhkəmə, maliyyə, idarəetmə və akademik mövzularda qalıcı addımlar 5-11 yanvar həftəsində ata bilərsiniz. Xarici ölkələrlə əlaqəli planlarınız bu həftə aydınlaşa bilər, netləşə bilər. Və bir tərəfdən də məhkəmə, hüquq, viza, pasport, rəsmi müraciətlər, təhsil həyatınız sizin ən əsasında gündəminizdə yer ala bilər və bu mövzularda hərəkətlilik yaşanıla bilər. Uzaqlarla əlaqəli məsuliyyətlərinizlə bağlı bu həftə qərarlar ala bilərsiniz. Əgər bir məhkəmə, hüquq və dövlət müəssisələrlə əlaqəli işləriniz varsa 5-11 yanvar həftəsində nəticələnə bilər. Xarici ölkəyə səyahət edə bilərsiniz. Xarici ölkələrə olan səyahətləriniz arta bilər. Və sevgi münasibəti olmayan yüksələn buğa bürcləri 5-11 yanvar həftəsində edəcək səyahət zamanı daxil olacağı məkanlarda yeni, uzaq məsafədə yaşayan və fərqli mədəniyyətdən olan yeni biriləri ilə tanış ola bilərlər. Və sevgi münasibəti olan buğa bürcləri isə 5-11 yanvar həftəsində mövcud sevgi münasibətini ciddiləşdirməklə bağlı addımlar ata bilər. Və bir tərəfdən də maliyyə mövzusuna gəldikdə isə aldığınız təhsil üzərindən və yaxud da xarici ölkələrlə əlaqəli işlərdən, təhsil həyatınız üzərindən çox gözəl maliyyə qazancları bu həftə qazana bilərsiniz. Eyni zamanda uzun müddətli maliyyə investisiyaları 5-11 yanvar həftəsində sizin gündəminizdə yer ala bilər.